Kəndin bərəkətli torpaqları əkin üçün əlverişli olduğundan dəstəlilər tərəvəz əkinlərinə daha çox üstünlük verirlər. Göygərti ilə məşğul olur, kənd təsərrüfatı ilə məşğul olur. 15 ildir bu işlə məşğulum. Bununla dolanışımız var. Əziyyəti çoxdur, gəlirli sahədir. Əsas keçidcimiz var 12 cürədir. Səliqə ilə əkilmiş sahə göz oxşuyur. Yaz, yay, payız aylarında becərilən müxtəlif növ göyərtilər təsərrüfatla məşğul olmağın sadəcə iş deyil, həmçinin torpağa sevginin bariz nümunəsi olduğunu sübut edir. Çöl torpağımızda var, az sahədədir, orada əkirik. Hər yerə də aparırıq, orada turfa, Naxçıvan bazarlarına, keçidcimiz də çoxdur, şükür Allaha. Bununla da dolanışımız olur azdan çoxdan. Bu məhsullar heç bir kimyəvi qatqı olmadan tamamilə təbii üsullarla yetişdirilir. Süfrələrin bəzəyi olmaqla həm də şəfa mənbəyidir. Məhsulunuz bol olsun. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Emin Novruzov, NTV Xəbər.